Məncə yaxşıdır. Sağa biraz. Yaxşıdır, yaxşı. Biz 7D sinifi Bugün məktəbdə soğuk keçirəcəyik. mövzu isə Ən cəsarətli olanlar iştirak edəcək. başlayaq. Gedək xanım. Məktəb və ailə mənim üçün çox dəyərlidir. Ailəm məktəb elə yerdir ki, məni təhsil verib, mənim gələcəyimə bir kömək, dəstək olan bir yerdir. Orada mən özümü tapıb, öz tanışlarımla, öz dostlarımla yaxın olub, özüm birinci ünsiyyətim orada başlayır da belədir. Ən birinci ünsiyyət orada başlayır və birinci sevgi, birinci dostluq, birinci birinci elə bil özümü tanımağım məktəbdə baş verib də. Ailə mənim üçün. Ailə, anam, qardaşım, onlar elə insandır ki, mənə həmişə dəstək olur. Mən nə olsam da, nə olmasam da, axırın nə olsa da onlar həmişə mənim arxamda olacaq. Məktəb bizim üçün vacibdir ki, biz təhsil alaq və öyrənək. Ailə isə bizə böyütməlidir və bizi sağlam etməlidirlər. Məktəb bizə təsir verir. Məktəb bizə təsir verir və məktəb bizə hər şey öyrədir. Biz məktəbə görə hər şey öyrənmişik. Məktəb bizim üçün ikinci evdir. Ailə bizi böyüdür. Ailə bizi böyüdür, sevir. Ailəmin və məktəbim olmasaydı, bugün olduğum insan olmazdı. Ailəm və məktəbim olmasaydı, mən bugünkü qərarları verməyə bilməzdim. Mənim üçün ailəm və məktəbim ən önəmli və ən vacibdir. Ailəm və məktəb olmasaydı, bəlkə də kim olduğumu tapmaqda çox çətinlik çəkərdim. Ailəm və məktəb mənim üçün çox dəyərlidir. Ailəm və məktəb olmasaydı, tək mübarizə aparacaqdım. Daha az istiqamətlənmiş olacaqdım. Ailəm və məktəbim olmasaydı, bəlkə mən indiki mən olmazdım. Çünki onlar mənim ən böyük dəstək verən insanlardır. Biz ailəmizi və məktəbimizi çox sevirik. Ailəm məni sevir, məktəb isə dəstək verir. Ailəm məni qoruyur, məktəb məni böyüdür. Ailə və məktəb mənim üçün çox dəyərlidir. Ailəm və məktəbim olmasaydı, mən sevgisiz və dəyərsiz böyüyərdim. Ailəm və məktəbim mənim üçün nə deməkdir? Надо зачем ты говоришь на демейте? Ты говори. Сейчас заново говори. Ты говори. Ты начинай da. Ailəm və məktəbim mən üçün nə deməkdir? Ответ говори. Mən üçün məktəb mənə 10 verir.
Mən üçün məktəb mənə ağıl verir. Ailəm və məktəbim mənə xoşbəxtlik verir. Biz gedək. Ailəm məni sevir, məktəb isə hər gün mənə bir şey öyrədir. Mənim ailəm olmasaydı mən sevgisiz böyülərdim və məktəbim olmasaydı dostlarım olmazdı və mən çox qapalı olardım. Məncə məktəb ailə ilə elə bir şeydir ki, onu unutmaq olmaz. Bir dəqiqə. Sən 7 gedəysən, səni bura kim buraxıb gör. Əlbəttə bu hamısı zarafatdır. Məktəb demişkən, biz məktəbdə belə gözəl dostlar tapırıq. Sonra bu dostlar bizim ailəmizə çevrilir. Bu müsabiqədən sonra anladım ki, ailə və ev həyatdakı ən dəyərli şeylərdən biridir. Onlar bizi sevir, qoruyur. Əsas odur ki, həmişə bizim yanımızda olur. Gəlin görüşərək. Sağ olun.